Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleykum və rəhmətullahi və bərəkətuh. Ötən mövzuda əgər yadınıza gəlirsə, biz Allah Teala'nın varlığının isbatı barəsində danışdıq və bunu da qeyd etdik ki, Allah Teala'nın varlığının isbatını biz kimə verəcəyik? Əlbəttə ki də o dinsiz şəxslərə. Bu isbatı onlara izah etməliyik. Və bu isbatı da biz izah etdiyimiz zaman əlbəttə ki də Qurani-Kərimdən və hədislərdən nümunə gətirə bilmərik. Çünki həmin şəxslər özü Allahı qəbul etmir, o ki qaldı Quranı qəbul etsin və yaxud da hədisləri qəbul eləsin. Və biz Allah Taala'nın varlığını isbatın verdi, əlhəmdülillah, əqli dəlillərlə. Bu gün isə inşallah toxunacağıq çox gözəl bir mövzu var, Allahın təkliyi. Allah təkdir yoxsa çoxluq anlayışını əhatə edir. Yəni bəzi mifologiyalarda bilmirəm qarşımıza çıxıb ya yox, məsəl üçün Yunan mifologiyası var, Skandinaviya mifologiyası var. Orada çox Allahlıq var. Hətta qədim Roma mütəfəkkirlərindən biri söyləyirdi ki, göydəki onlarda 30 min belə deyək də ilah var idi. Mən oxuduqlarımdan deyirəm sizə. 30 min ilah var idi. Yəni 30 min ilaha onlar belə deyək də ibadət edirdilər, itaət edirdilər. Və mütəfəkkir də söyləyirdi ki, deyir göydəki ilahların sayı küçədəki insanların sayından daha çoxdur. Yəni insan bir həddə gəlir, çatır. Əgər elmi olmasa, əgər maariflənməsə əlbəttə ki də, həqiqətləri görməsə, dərk eləyə bilməsə, elə Allaha yanlış nisbətlər də verəcək. Hətta gəlib ona şərik belə qoşacaq. Bəs yaxşı, indi tutaq ki, bir çox Allahlı şəxs bizim qarşımıza gəlib. Və yaxud da ki, bir şəxs gəlib ki, deyir ki, misal üçün də xristianlar söylüyürdü ki, İsa, hamısı yoxdur əlbəttə ki də, İsa Məsihin belə deyək, ardıcılları da var idi ki, onlar bəli, Allahı qəbul edirdilər. Yəni tək Allahı qəbul edirdilər. Amma bəziləri də gəlib deyirdi ki, İsa peyğəmbər əleyhissalam Allahın övladıdır, Allahın oğludur. Nəzubillah, Allaha belə bir nisbət verirdilər. Və hətta onu Allah belə adlandırırdılar. Hə, maraqlı. İndi gəlin bunu əqli dəlillərlə sübut edək ki, Allah təkdir yoxsa çoxdur. Maraqlıdır da, biz qəbul edirik, deyirik ki, Allah təkdir. Axı bir nəfər qarşımıza çıxıb sual versə ki, Allahın təkliyini necə başa düşürsən? Yəni, hardan bildin Allah təkdir? Axı bunun bir cavabı olmalıdır. Birinci dəlilimiz bu olar ki, çalışacağım Quran-Kərimdən və hədislərdən çox nümunə... Aleykumassalam. Aleykumassalam. Səsə qoyun, zəhmət olmasa bitirim inşallah, sonra suallarınızı verərsiniz, danışarıq biraz. Nə deyirdim? Deməli, bu mövzularda daha çox Quran-Kərimdən və hədislərdən biz isbatlar gətirməyəcəyik. İndi düz müəyyən dəlillər var ki, deməliyəm, onu ən sonda qeyd eləyəcəm. Amma ki, bu qarşı tərəf ki, çox Allahlılığı qəbul edir, heç Quranı da tanımır, ona mən Qurandan isbat gətirə bilmərəm. Ona görə əqli dəlillər, yenə təkrar edirəm, əqli dəlillər. Birinci dəlilimiz budur ki, aləmdə nizamın olması, kainatda bütün varlıqların bir-biri ilə tam uyğunluğu və nizam, harmoniya içində belə deyək də yaşamını sürdürməsi tək Allahın varlığının isbatıdır. Çünki əgər iki və daha çox Allah olsaydı, nəzərinizə çatdırım ki, xaos olacaqdı. Bəlkə indi bunu deyirəm, suallar yarana bilər ki, niyə görə xaos olsun? Bəlkə də o Allahlar vəhdət şəklində, belə deyək də, öz funksiyalarını yerinə yetirəcəklər. Belə bir şey ola bilər. Növbəti dəlillərdə biz deyəcəyik ki, xeyr, belə bir şey olmur. Deməli, birinci dəlilimiz budur ki, və bu dəlillər bir-biri ilə əlaqəli olduğuna görə ola bilər ki, ilk dəlildən tam anlam qazanmasın. Amma sonraki dəlilləri, belə deyək də, biz dedikcə artıq sizdə bir baza formalaşacaq. Birinci dəlil bu oldu ki, nizamın olması, aləmdə, kainatda ki, nizam var, harmoniya var, bu tək Allahın varlığının isbatıdır.
Yəni ondan başqa varlıq, Allah, ilah ola bilməz. İkinci dəlil nədir? İkinci dəlil nədir? Əgər ikinci bir Allah olsaydı, onda biz aləmə baxanda fərqləndirə biləcəkdik ki, bu birinci Allahın yaratdıqlarıdır. Bu da ikinci Allahın yaratdıqlarıdır. Bunu fərqləndirməli idi. Amma ki biz aləmə baxanda dərk vasitələri keçdikdə bundan öncəki mövzuda dedik rasional idrak var, empirik idrak var, rasional idrak var, bir də var vəhiy. Və bunların nəticəsində biz başa düşürük ki, elə tək Allah var. Və bütün yaradılışın belə deyək də, bütün yaradılışın özü dəlildir Allahın varlığına, onun təkliyinə. Üçüncü dəlil nədir bəs? Əgər başqa bir Allah olsaydı, o da öz nəbisini, rəsulunu, peyğəmbərini, imamını göndərərdi bizə. Göndərərdi və özü ilə tanış edərdi. Hətta siz, misal üçün də, əstəğfurullah siz dedim, yəni ki, hamımız yəni, müsəlmanıq, möminik, yəni o çox Allahlı bir şəxs qayıdıb deyə bilər ki, birdən Allah öz nəbisini, rəsulunu göndərmədi. Axı biz, yəni ikinci Allah göndərməyib də, tutaq ki göndərməyib. Axı birinci Allah ki bizə nəbi göndərib, rəsul göndərib, peyğəmbər göndərib, səmavi kitablar göndərib, digər peyğəmbərlərə suhuflar, səhifələr formasında yəni olub. Bunların heç birində ikinci Allah barəsində məlumat yoxdur. Və ilahlığın xüsusiyyətlərindən biri də budur ki, ilah adildir, Allah adildir, ədalətlidir, mərhəmətlidir, rəhimlidir. O heç bir zaman zülm etməz. Yəni nəyi var? Açıq aydın deyərdi. Peyğəmbərlər gəlib deyərdi ki, baxın, bir Allah da var, digər Allah da var. Hansını ibadət etmək istəyirsiniz? Amma bu günümüzə qədər ta əvvəldən ta günümüzə qədər ki, artıq belə deyək, peyğəmbər gəlməyəcək. Bunu bilirik. Sonuncu peyğəmbər Məhəmməd peyğəmbər sallallahu idi. Xatəməl Ənbiya. Və 12 imam da gəlib. Onlar hamısı ancaq bir Allahı bizə tanış ediblər. Bizimlə Allah arasında bir növ əlaqə qurmağa, vasitə qurmağa çalışıblar. Bu da üçüncü dəlil idi. Dördüncü dəlil biraz fəlsəfidir, biraz ağır ola bilər. Hətta mən istədim bunu çıxardım, sonra dedim qoy qalsın. İnşallah ki mövzunu da göndərəcəm sizə. Oxuyanda orada hədis də var. O hədisi də oxuyun bir zəhmət və görəcəksiniz ki, oradakı nüans nədir. Əgər biz desək ki, fəlsəfi qaydalara uyğun olaraq iki əzəli tanrı var, Allah var və onların belə deyək, hər ikisi qədimdir, əvvəldir. Onları bir-birlərindən ayıran hər hansı bir boşluq olmalıdır. Ola bilərək dediyimi bu dəlili anlamayasınız. Həqiqətən. Yəni oxuyanda biləcəksiniz. Baxın, belə bir şey deyim də, tutaq ki, iki dənə Allah var, yəni əlimlə başa salım ki, başa düşəsiniz. İki dənə Allah var, onlar arasında bir boşluq var. Fəlsəfədə belə bir şey var ki, əgər bu iki Allah, bu iki ilah əzəlidir, qədimdir, əvvəldirsə, deməli bu boşluq da əzəlidir, qədimdir, əvvəldir. Belə olduğu halda 3 dənə ilah olur. Yəni bu, belə deyək də, boşluğa da bir növ ilahlıq şamil olur. Belə olduğu təqdirdə 3 dənə ilah olsa əgər, 2 dənə boşluğu yaranır. Əgər bu 3 ilah da əzəli, qədim, əvvəldirsə, deməli bu 2 dənə boşluq da əzəlidir, qədimdir, əvvəldir. Belə olduğu təqdirdə 5 dənə ilah olur. Hədislərdə buyurulur ki, bu minvalla getsə, bu belə deyək də, bəlkə riyaziyyatdan keçmişsiniz, silsiləvari artım, həndəsi silsilə var, ədədi silsilə var. Bu elə arta-arta gedəcək, bunun sonu da olmayacaq. Bu minvalla getsə. Necə ki, o dedim, qədim Roma mütəfəkkiri nə deyirdi? Deyirdi ki, göydəki ilahların sayı küçədəki insanların sayından daha çoxdur. Deməli, bu dəlillə də biz sübut edirik ki, 2 dənə ilah ola bilməz. Ancaq bir dənə ilah, yəni Allah ola bilər.
Və növbəti dəlilimiz budur ki, əgər iki ilah olsaydı, burada 3 dənə belə deyək də biz hadisəni görə bilərdik. 2 dənə ilah olsaydı və yaxud da 3 dənə ilah olsaydı. İndi çoxluq anlamında biz 2-dən başlayırıq deyə, elə 2 dənə götürək. 2 dənə ilah olsaydı 3 dənə hadisəni görə bilərdik. Birinci hadisə bu idi ki, ya onların hər ikisi qadirdi yaratmağa. Belə olduğu təqdirdə birinin, yəni bir Allahın varlığı mənasız olacaq, lazımsız olacaq. Çünki ikisi də yaradır, ikisi də qadirdir. Biri mənasız olacaq avtomatik. Ya desəz ki, hər ikisi acizdir. Hər ikisi yarada bilmir. Onda da cavab bu olacaq ki, acizlik sifəti Allaha yaraşmayan bir xüsusiyyət olduğundan heç bunların ikisi də Allah deyil. Üçü də Allah deyil. Heç biri Allah deyil. Ya desəz ki, onlardan biri qadirdir, digər qadir deyil. Onda bəli, biz dediyimizin üstündə gəlirik də. Yəni biz ki deyirik ya, tək Allah var, ondan başqaları heç nəyə qadir deyil. Mütləq hakimiyyət Allahın əlindədir və mütləq qüdrət Allahın əlindədir. Bizdə nələrsə varsa bu nisbiyyət xarakterini daşıyır. Allahın verdikləridir və əlimizdən də alına bilər. Bəli, elə bu dediyimizdir. Yəni tək İlah qadirdir, digərləri qadir deyil. Deməli, acizdir. Aciz olan bir şey də ilah olmur. Deməli, nəticədə tək Allahın varlığını qəbul edirik. Sonra növbəti dəlilimiz bu olur ki, əgər iki ilah olsaydı və deyək, düşünək ki, bunlar qüdrətlidir də, yəni ki, qüdrətlidir. Axı bu necə olacaqdı da? Yəni onlardan biri digərinə qalib gəlməlidir axı. Qalib gəlməlidir. Əgər desəz ki, ikisi də bir-birinə qalib gəlmədi, yəni də burada acizlik sifətini görürük biz. Acizlik sifətini görürük ki, bu acizlik sifəti də Allaha yaraşan bir sifət deyil. Və yaxud da ki, deyə bilərsiniz ki, ən əvvəldə deməyə bəlkə də vəhdət şəklində, yəni bərabər şəkildə onlar öz funksiyalarını icra edirlər. İki ilahın ikisi də bərabər şəkildə öz funksiyalarını icra edirlər. Belə olduğu təqdirdə deməli biri digərinə nədir? Möhtacdır. Möhtac olan bir şey də Allah ola bilməz. Allah ola bilməz. Və yaxud da ki, 8-ci dəlilimiz, əgər iki müstəqil ilah olsaydı və onları bir-birlərindən fərqləndirən xüsusiyyətlər olsaydı, deməli bu Allahlar, ilahlar o xüsusiyyətlərinə asılıdırlar. Çünki əgər o xüsusiyyətlər olmasa biz tək Allahı qəbul edəcəyik. Biraz dərin mövzudur, çətin mövzudur. Mən başa düşürəm. İnşallah ki, oxuyun, aydın olar sizə də. Nə də aydın olması gələn mövzuda təhlil eləyərik. Yəni o fərqləndirici xüsusiyyətlərdən asılıdırlar deyə fərqlənirlər. Və nədənsə asılı olan bir şey də Allah ola bilməz. Necə ki, Qurani-Kərimdə biz İbrahim əleyhissalamın tövhid dərsini görürük ya. İbrahim əleyhissalam gəlir, o qövmə başa salırdı əslində. Gəlirdi, baxırdı, deyirdi ki, günəş mənim Allahımdır. Ay mənim Allahımdır. Ulduz mənim Allahımdır. Sonra deyirdi, batdı ki bu. Bu batdı. Deməli bu mənim Allahım deyil. Batan bir şey mənim Allahım ola bilməz. Aradan gedən bir şey mənim Allahım ola bilməz. Allah odur ki, əvvəldir, qədimdir, əzəmətlidir, qüdrətlidir, saməddir, ehtiyatsızdır. Və bir neçə dənə hədis var ki, bunu mən deməliyəm, deməsəm olmaz. Çünki əqli dəlillərimizi bitirmişik. Bir-iki dənə təbərrük niyyəti ilə həm də mövzunu daha yaxşı başa düşək deyə bir-iki dənə hədis nümunə gətirəcəm. İnşallah ki, Allahın izni inayəti ilə. Ya Allahın adı. Bir dənə ayə var. Burada qəşəng bir ayədir. Bunu deyəcəm. Ənbiya surəsinin 22-ci ayəsi. Təfsirinə də baxarsınız inşallah. Əziz Allahımız buyurur ki, əgər göydə və yerdə Allahdan başqa tanrılar olsaydı, onların hər ikisi fəsada uğrayardı. Ərşin sahibi olan Allah paçdır və müşriklərin ona aid etdikləri sifətlərdən uzaqdır. İnşallah ki, 2 dənə hədis deyəcəm. Birini də artırdım, birini də əlavə elədim. Bağışlayın, vaxtınızı da alıram. İmam Rıza əleyhissalamın yanına bir kəs gəlir. Deyir ki, Allahın təkliyinin dəlili nədir?
və həmin şəxsdə belə deyək də iki Allahlıqdan, yəni iki Allaha sitayiş edir. Sadəcə gəlib də maraqlansın ki, Allahın təkliyinin dəlili nədir? Deyirsiniz ha, Allah təkdir. Allah Rəsulunun övladı. İndi biz deyirik də. Allah Rəsulunun övladı. Bu ki deyir ha, iki dənə ilah var. Siz ki deyirsiniz ha, Allah təkdir. Bunun dəlili nədir? Yəni təkliyin dəlili nədir? İmam buyurur ki, o iki Allahlığı qəbul edən şəxsə buyurur ki, sənin aləmin yaradanı ikidir sözünün özü dəlildir ki, o təkdir. Bu nə deməkdir? Bu nə deməkdir? Deyir ki, davamında, çünki sən birinci yaradanı isbat etməmiş, ikincinin olduğunu iddia etmirsən. Deməli, elə birinci Allahı qəbul etmirsən. Və davamında deyir ki, bir yaradanın olduğunda icmamız var. Yəni fikrimiz də birdir də. Sən də bir Allahı qəbul edirsən, mən də bir Allahı qəbul edirəm. Amma ki sən sonra deyirsən, bu ikinci Allah var, ikinci yaradan var. Onu sən deyirsən də, bizim ixtilafımız bu mövzudadır. Və sən ki deyirsən, ikinci Allah var, gəl sübut elə görün bu ikinci Allahı sən necə gördün? Necə var? Əqli dəlillə deyir, mən sübut elə də. Sübut elə. Bir nəfər İmam Musa Kazım əleyhissalamın yanına gəlir. Deyir ki, ey Allah Rəsulunun övladı, ey Allah Rəsulunun oğlu, deyir mənə tövhid öyrət. Tövhid öyrət. O o günlər mövzuda dedim, bir nəfər mənə deyib ki, bu mövzuları ki aparırıq, indi dərslərimiz ki gedir. Deyir ki, tövhid yəni la ilahe illallahdır, bitdi, qurtardı, getdi. Deyirəm, yaxşı bu demə ona cavab vermədim də. Komentar yazmışdı, daha cavab vermədim. İstəmədim məsələ uzansın. Öz-özümə deyirəm, elə buradan da əgər izləyirsə, inşallah ki, cavabını da götürər özünə. Yəni, bu la ilahe illallah deməklə belə deyə iş tamam olmur da. Gərək bir insan o elmə yiyələnsin ki, o elm sonra da mərifətə çevrilsin. Əks təqdirdə biz heç bir yerə gedib çata bilməyəcəyik. Çünki adicə dedim ki, İmam Hüseyn əleyhissalama ox atanlar ya Allah deyib ox atırdı. Biri gedib dəstəmaz alıb imama gəlib daş atırdı. Yəni siz bu situasiyanı bir təhlil eləyin. Adamın elmi yoxdur. Elə bilir ki, kafirlə vuruşur, nəzbillah. Vay vay vay, vay onun halına. İnsanın gərək bir görən gözü olsun, eşidən qulağı olsun, bir bəsirətli olsun. Mömin gərək bəsirətli olsun. İmam Musa Kazımın yanına şəxs gəldi, dedi, mənə tövhidi öyrət. İmam buyurdu, tövhid barədə uca Allahın öz kitabında qeyd etdiklərindən qabağa keçmə, həddi aşma. Niyə? Yoxsa həlak olarsan. Yəni, özün təfəkkürlə, düşüncə ilə düşünmə ki, Allah belə bir şey olar. Mən bir nəfərlə qarşılaşmışdım, deyirdi, Allah nurdur. Deyir, Allah nurdur. Deyirəm, axı, forma verdin də sən Allaha, bu düzgün deyil, axı, bu düzgün bir anlayış deyil, düzgün bir şey ifadə eləyə bilmirsənsə. Əqil, yəni bu ağlımız, təfəkkürümüz onu dərk eləyə bilməz də, yəni. Yəni o daha genişdir, daha geniş bir məsələ olduğuna görə dərk eləməyəcək. Biz cılızıq, biz acizik, dərk eləyə bilməyəcəyik onu. Davamında buyurur ki, bil ki Allah Taala vahiddir, əhəddir, saməddir. Nə doğmayıb ki ondan irs aparılsın, nə də doğulmayıb ki kimsə ona şərik olsun və buna da ehtiyacı yoxdur. Ayə deyirəm, İxlas surəsindəndir. Ləm yəlid və ləm yulad. Nə doğmayıb, nə doğulmayıb. Davamında İmam buyurur, özünə nə bir zövcə götürmüşdür, nə bir övlad, nə də bir şərik. Heç buna ehtiyac da yoxdur. Əgər ehtiyac olsaydı, heç Allah yəni olmazdı da. Ehtiyaclı bir şey Allah ola bilməz. Biz bunu başa düşürük. O diridir, hansı ki heç vaxt ölməz. Ölən bir şey Allah ola bilməz. Qüdrətlidir, hansı ki heç vaxt aciz olmaz. Əvvəldə dedim, aciz olan bir şey Allah ola bilməz. Qalibdir, hansı ki heç vaxt məğlub olmaz. Məğlub olan bir şey Allah ola bilməz. Mən dedim ki, iki dənə ilah olsa, əqli dəlillərdə dedik. İki dənə ilah olsa, ikisi də qüdrətlidir, amma biri digərinə qalib gələ bilmir. Deməli, acizdirlər də, biri digərinə qalib gələ bilmir. Nə oldu? Onda ikisi də acizsə, deməli,
İkisi de Allah değil. Yani aciz olan bir şey Allah ola bilmez. Allah ola bilmez. Sonra davamında imam buyurur, həlimdir, hansı ki heç vaxt səbirsizlik etməz. Səbirsizlik etməz. Bəzilər deyir ki, filan hadisələr olur. Niyə görə Allah o anda bəla göndərmir? Elə situasiyalar olur ki, o anda bəla gəlir. Amma elə situasiyalar olur ki, uzun bir müddət bu getməlidir. Bu bəşərin imtihanıdır. Bəli. Və Allah Teala bizlə ədalət sifəti ilə davranmır, daha doğrusu üzr istəyirəm. Tam da ədalət sifəti ilə davranmır, rəhmətlə davranır. Ədalətlə davransaydı, vallah biz batıb getmişdik. Təsəvvür edin, bir dənə səhv eləyən kimi bəla gələcək, bizə məhv olduq getdik. Məsum deyilik, bir şey deyilik. Nəfsimiz də var. Amma düzdür, o nəfsin də qarşısında dayanmağı bacarmalıyıq. Və insanı insan deyilən budur. Əks təqdirdə heç insan deyil ki o. Əbədidir, hansı ki heç vaxt fani olmaz. Sabitdir, hansı ki heç vaxt aradan getməz. Aradan gedən, fani olan bir şey Allah olmaz. Zəngindir, hansı ki heç vaxt fəqir olmaz. Bir dənə qısa bir əhvalat danışım sizə. Belə deyirlər də. Deyilə bir kişi gəlmişdi, dua edirdi, deyirdi misal üçün də, İlahi mənim 100 manata ehtiyacım var, 100 manat borcum var, mən bunu ödəyə bilmirəm. Bir nəfər də qıraqdan gəlmişdi, buna baxdı, bu da varlı adam idi. Dedi, sən Allah götür bu 100 manatı, çıx get, deyir, mənim duam daha böyükdür. Deyir, mənim duam daha böyükdür. Elə bilir ki, yəni ki, Allah bununla məşğul olsa, bununla məşğul ola bilməyəcək və yaxud da Allah buna versəm, azalacaq onun mülkünü. Allah üçün azalmaq anlayışı yoxdur. Allah üçün asan, çətin belə bir anlayışlar yoxdur əzizlər. İzzətlidir, hansı ki heç vaxt alçalmaz, alimdir, hansı ki cahil olmaz, ədalətlidir, hansı ki heç vaxt zülm etməz. Bayaqlar dedim, əgər tək, yəni bütün peyğəmbərlər gəlib deyərdi ki, 2 dənə Allah vardır. Niyə görə deyir ki, ancaq bir Allah var? Çünki elə həqiqətdə elə bir Allah var. 2 dənə Allah olsaydı, Allah Teala vəh vasitəsilə peyğəmbərlərinə çatdırardı ki, 2 dənə Allah var ha. Bu insanları 2 dənə Allahla tanış edin. Bir Allah olduğuna görə Quran-Kərim, səmavi kitablar ki, indi bəziləri o səmavi kitablar dəyişildi. Niyə görə dəyişildi? O barədə danışmışam. Azan TV-də də var. Video onunla bağlı baxarsınız inşallah. Yəni ki, Quran-Kərimdə də görmürük və yaxud da digər səmavi kitablarda da biz görmürük ki, dəyişilməyən səmavi kitablardan söhbət gedir. Dəyişdirildikdən sonra ondan söhbət gedir. Və yaxud da peyğəmbərlərə gələn suhuflar olub da səhifələr formasında və yaxud da heç bir peyğəmbər 2 Allahlığından danışmayıb. Hamısı bir Allahlılığı təbliğatını aparıb. Səxavətlidir, hansı ki heç vaxt paxıllıq etməz. Bunu da bil ki, ağıllar onu ölçə, dərk edə, təsəvvürlər isə ona yetişə bilməz. Hüdudlar onu əhatə etməz və heç bir məkan ona sahib olmaz. Gözlər onu görüb dərk etməz, o gözləri dərk edər. O lətifdir, hər şeydən xəbərdardır. Bəziləri, səhv etmirəmsə, Qiyamət surəsi 22-ci ayəsi nümunə gətirirlər ki, deyir, biz qiyamət səhnəsində deyir, Allahı görəcəyik. Bu düzgün bir şey deyil. Ayənin təfsirini adam bilmir. Ona görə deyirəm, təfsir oxuyun, təfsir oxuyun. Niyə görə? Çünki təfsirdə məlum olur ki, orada görmə anlamında biz elə indiki dünyada da bir növ Allahı görürük də. Allahın verdiyi nemətləri görürük. O dünyada Allahın verdiyi lütfləri görəcəyik. Cənnətə baxacaqsan, Allahı biləcəksən ki, Allah var. Bəli. Elə indiki dünyamızda da nemətlərə baxırsan, düşünürsən, fikirləşirsən, bilirsən ki, Allah var. Bir nəfər qarşılaşdı İmam Əli əleyhissalamla. Səhv etmirəmsə Yahudi idi. Qayıtdı, dedi ki, sən Allahı görüb ibadət edirsən. Belə bir sual verdi. İmam da buyurdu ki, mən görmədiyimə ibadət edeyim. Dedi, necə yəni? Necə yəni, necə görürsən? Deyir, vay sən halva. Deyir, mən o mənada görməkdən söhbət etmirəm. Yəni, mən bu aləmi görürəm, özümü görürəm, dərk edirəm ki, Allah var. İbadətdə tövhid məsələsi elə budur. Allahı görəsən, Allahın qarşısında dayandığı hiss eləyəsən ibadətlərdə. Onu inşallah bir dəfə danışarıq. Davamı edim, vaxtımızı da almayayım inşallah. İmam buyurur ki, 3 nəfərin arasında gedən elə bir xəlvəti söhbət yoxdur ki, onların 4-cüsü, 5 nəfərin də 6-cısı o olmasın, yəni Allah olmasın. İstər bundan az, istərsə də çox olsunlar. Harada olurlarsa olsunlar, Allah onların yanındadır.
O əvvəldir, hansı ki ondan öncə bir şey yoxdur. Axırdır, hansı ki ondan sonra bir şey yoxdur. Qədimdir, əzəlidir, ondan qeyriləri isə sonradan yaranmış məxluqlardır. O məxluqatın sifətlərinin çox-çox uca və böyükdür. Böyükdür. Bir də indi toxunacağım varlıq aləmi İslam dünya görüşündə çox önəmli bir mövzudur. Amma bir dənə mətləbə toxunmaq istəyirəm. Bir nəfər gəldi imamın yanına. Dedi ki, mən günah etmək istəyirəm. İmam buyurdu ki, edə bilərsən. Amma şərtləri var. Bu da qaldı belə, deyir, necə yəni edə bilərəm? Dedi, şərtlər var. Hansıdır şərtlər? Dedi, gərək Allahın, indi iki dənəsi misal gətirim də, bir neçə dənəsi misal gətirim, bəs eləyir. Deyir, gərək Allahın mülkündən çıxasan. Hara baxırsan, olsa Allahın mülkündə çıxa bilirsən. Sənin özün elə Allahın mülküsən. Deyir, gərək Allahın verdiyi nemətlərdən istifadə etməyib günah edəsən. Amma qardaş, mən bu əllə günah eləyəcəm, bu dillə günah eləyəcəm, bu gözlə günah eləyəcəm. Bunlar da Allahın verdikləridir də. Deyir, əgər bunları etməyə bacarsan, onda hə, gedib eləyərsən günahı. Bir növ imam başa salır ki, heç bir halda icazəli deyil. Hər bir şey verən Allahdır. Və varlıq aləmini yaradan Allahdır ki, necə ki biz ikinci mövzuda dedik, aləm Allahın iradəsi ilə var olub. Aləm Allahın iradəsi ilə var olub. Və bu dünya əbədi deyil, fanidir. Bəzi kəslər ki, deyir, çətinliklər var. Amma qardaş, bu çətinlik olmalıdır da, bu həyatın qayəsidir, imtahan dünyasıdır. Biz özümüzə baxanda, mən əbədi yaşamaq istəyirəm, amma ölüm var. Mən istəyirəm ki, hər şey olsun, amma olmur. Mən istəyirəm ki, belə deyək də, sonsuz olum, yəni ki, heç vaxt ölməyim, aradan getməyim, amma fanidir də bu həyat. Deməli, mənim üçün ruhuma, özümə adekvat olan başqa bir aləm var. Bu aləm qat-qat aşağıdır. Allah Taala da deyir ki, ilişib qalma bu dünyada. Bu dünya əbədi deyil, fanidir. Fanidir. Və deyir ki, bu dünyanı mən yaradanda səbəb-nəticə qanuna uyğunluğuna əsasən yaratmışam. Quran ayələrini təhlil edə bilərsiniz. Göndərdiyim mühazirədə də olacaq. Ayənin mövzusu belədir. Misal üçün də bir torpağın dirilməsi üçün yağışa ehtiyac var. Allah Taala deyir ki, yağış göndərdi və onun vasitəsilə biz torpağı diriltdik. Deməli, nəticə torpağın dirilməsidir. Səbəb nədir? O yağıntının yağmasıdır. Bir mərhələ o tərəfə səbəbin özünü yaradan elə Allahdır. Allahın izni ilə proseslər baş verir də. Allahın izni ilə hər bir şey fövran olur. Və Quran ayələrdir, bunların hamısı. Və yaxud da ki, bu varlıq aləmi deyəndə tək materiyadan söhbət getmir. Varlıq aləmi tək materiyadır, yox. Materialist düşüncə var da. Materialistlər deyir ki, ancaq cisim var. Yəni o deyirsiniz, cindir, mələkdir, qeyb aləmdir, deyir, onlar boş şeylərdir, onlar yoxdur. Amma Quranın ayələrini biz təhlil eləyəndə görürük ki, metafizik aləmin, yəni o mələklər aləminə, o qeyb aləminin insanın bu həyatına da bir növ təsiri var. Təsiri var. Və araşdırılmalı bir mövzuda necə təsir var. Məsəl üçün, Allah Taala mələklər göndərir, o mələklər müəyyən bir prosesləri icra edirlər və yaxud da yazan mələklər göndərib ki, bizim əməl dəftərlərimizdə bir növ qeyd edirlər. Bax, bunların hamısı. Və yaxud da ki, Peyğəmbərə vəhy gəlirdi, Peyğəmbərə vəhy mələyi vasitəsilə o, belə deyək də, o vəhy çatdırılırdı. Və Allah aləmləri yaradıb, boş-boşuna da buraxmayıb ha. Elə bilərsiniz, boş-boşuna buraxıb, bu yox. Və yaxud da ki, tamamilə iradəmizi də əlimizdən alıb, yox. Bu, əqaiddə cəbir və təhviz məsələsi var. Bir qrup deyir ki, Allah bizi yaratdı, başlı başına buraxdı. Bir qrup deyir ki, Allah bizi yaratdı, iradəmizi əlimizdən aldı. İkisi də səhvdir. İkisi də səhvdir. Müəyyən hüdudlar daxilində insanın iradəsi var. İstəsə o yolu seçər, istəsə bu yolu seçər. Seçim sənindir. Nəticələrinə də qatlanacaqsan. Bəli. Allah Taala bunu deyir. Deyir, seçim sənindir, ey insan. Mən səni yaratmışam. Səndə nəfs də var, fitrət də var. Bu fitrətin səsinə belə deyək, eşit get, nəfsinin səsinə qulaq asma, iblisin səsinə qulaq asma, şeytanlaşmış insanların səsinə qulaq asma. Deyir, mən səni yaratmışam və sənə bir yol da öyrətmişəm. Yol da öyrətmişəm. Misal üçün, ən bariz nümunə, uşaq dünyaya gələndə, siz də mənə bağışlayın, izləyicilər də mənə bağışlasın, neyse, acandı, nə bilim, ağlayır və yaxud da ki, o əmməyi uşağa kim öyrədib? Yəni, uşaq təzə dünyaya gəlib, onu kim öyrətdi onu?
Yəni buna bir elm öyrədən olub da, sənin ayaqda qalmağın üçün bu şeylər zəruridir. Deməli, acıyanda ağlayacaqsan. Acıyanda bu vasitə ilə sən qidalanacaqsan və s. Və aləmlər çox mükəmməl bir formada yaradılıb. Heç kimsə deməsin ki, bu aləm zaydır. Nəzubillah, belə bir söz demək olmaz. Aləm çox mükəmməl bir formada yaradılıb. Çünki fail var, feil var. Fail budur ki, işin icra edən, yəni belə deyək də, Allah Taala əmri verir, bu iş icra olunur. Yəni Allahın izni ilə. Allah özü mükəmməl olduğuna görə, fail özü mükəmməl olduğuna görə, feilin özü də mükəmməldir. Feilin özü də mükəmməldir. Ona görə bu aləm də, insanlar da, yaradılışın hamısı mükəmməldir. Və bu yaradılış məqsədsiz, hikmətsiz yaradılmayıb. Məqsədsizlik, hikmətsizlik Allaha xas bir xüsusiyyət deyil. Allaha xas bir sifət deyil, xüsusiyyət deyil. Allah nə yaradıbsa məqsədi var. Ola bilər ki, biz onun məqsədini başa düşmürük. Bu da nədən qaynaqlanır? Biz acizik, elmimiz zəifdir. Başa düşmürük. Amma ki, elm əhlindən soruşanda, əhl-i-beyt nümayəndələrindən soruşanda, hətta bir kitab var deyə, adı yadımdan çıxdı. O kitabda bəzi şeylər, yaradılmış bir şeylərin ki, ona biz baxsaq, belə deyək, heç bir məna qata bilməyəcəyik, yəni, düşünə bilməyəcəyik ki, onun mənası nədir? Amma ki, imamlar, məsumlar orada onların izahını verir ki, bax, bu şey buna görədir. Elhamdülillah Rabbil Alemin. İnşallah ki, maraqlı bir mövzu oldu. Vaxtınızı aldım, biraz çox danışdım, üzürlü sayın. İndi kimizə də sualı varsa versin. 1-2 dəqiqədə suallara qulaq asaq. Sonra da istəsəz qrupda da təhlillər apararıq. Buyurun. Ya Allah. Selamun aleyküm. Aleyküm əssalam və rəhmətullah. 3 dənə Allah deyilsə boşluq var. Məsələn, deyilsə 3, 5 boşluq var. Bəli. Bu boşluqda varsa əgər belə çıxır ki, məsələn dediniz siz, əgər 3 boşluq varsa fasilə yaranır ortada. Bəli. Bu fasilədən belə çıxır ki, bir dənə də Allah yaranır. Belə çıxır, sonsuz var, o gedir də, onda Allah nə qədər varsa Allah vardır, belə çıxır, hə? Bəli, yəni bir növ belədir. Bu minvalla, yəni hətta əllə mən izah elədim ki, 2 Allah varsa da, əgər bunlar arasında bir boşluq varsa, bu Allahlar əzəlidir, qədimdir, əvvəldirsə, deməli bu boşluğun özü də əzəli, qədim, əvvəl olmalıdır. Belə olduğu təqdirdə də hədisdə var ki, ona bir növ belə deyək də ilahlıq xüsusiyyəti şamil olur. Əgər onda 3 dənə ilah olur. 3 dənə ilah arasında da 2 dənə boşluq olur da, barmaqla başa salan 2 dənə boşluq var. Əgər yenidən bu məsələyə baxsaq 5 dənə ilah oldu. Bu belə bu minvalla arta-arta gedəcək. Bəli, sizin dediyiniz kimi. Başa düşdüm, çox sağ olun. Siz də sağ olun, təşəkkür edirəm. Haqqınızı halal eləyin. Başqa suallar yoxdursa yekunlaşdıraq inşallah. Kimin də sualı olsa qrupda verər. Siz də halal edin. Sağ olun əzizim, sağ ol. Dua edin ki, bu öyrətdiklərimiz bir mərifətə çevrilsin, həyatımıza təsiri olsun, yəni elə elm səviyyəsində qalmasın da mərifətə çevrilsin. Mənə də dua eləyin, mən də siz dua eləyirəm. İnşallah ki, bu mövzuların da bərəkətli olması üçün bir dənə salavat gətirək, yekunlaşdıraq. Allahumma salli ala Muhammedin və ali Muhammed.